Salam dostlar, biz bu videomuzda Windows 7 üzərində disk managementdən istifadə etməyi öyrənəcəyik. Disk management vasitəsilə biz hard disklərimizi bölə bilərik, birləşdirə bilərik, onları yerbəyer edə bilərik. Bunlar haqqında biz indi praktik olaraq görəcəyik və öyrənəcəyik. Disk managementə daxil olmaq üçün biz My Computer üzərində sağ düyməni sıxıb Manage daxil ola bilərik. Buradan disk managementə daxil ola bilərik. Gördüyünüz kimi məndə bir ədəd C diski var, onu görsədir. Bağlayaq. Başqa cür Control Panel daxil ola bilərik. Buradan Administrative Tools'a daxil ola bilərik və Computer Management üzərinə sıxaraq buradan disk managementə daxil ola bilərik. Və yaxud daha qısa olaraq biz Run-a gəlib bura gördüyünüz kimi mən artıq yazmışam. Disk yazırıq və OK düyməsinə sıxırıq. Gördüyünüz kimi bu komandanı biz tətbiq edərsək birbaşa bizim qarşımıza disk management pəncərəsi açılacaqdır. Gördüyünüz kimi məndə bir ədəd disk var. Bu C diskidir. Təbii ki bildiyiniz kimi burada əməliyyat sistemi yerləşir. Ümumiyyətlə məsləhət görülmür ki, C diskini böləsiniz. Əgər və yaxud əlavə diskiniz varsa D və yaxud F diski, bunu təbii ki bölə bilərsiniz. Bu üçün də disk managementdən rahatlıqla istifadə edə bilərsiniz. Amma mən sizə nümunə üçün göstərmək üçün C diskini böləcəm. Bir daha qeyd edirəm. Sizə məsləhət görülmür ki, C diskini böləsiniz. C diskinin üzərinə sağ düyməni sıxırıq. Buradan Shrink Volume gördüyünüz kimi seçirik və qarşımıza kiçik pəncərə çıxır. Bir neçə saniyə gözləyirik. Gördüyünüz kimi qarşımıza kiçik pəncərə itdikdən sonra qarşımıza zür pəncərə çıxacaqdır. Burada ümumi həcmi yazılır bizim diskimizin. Burada isə maksimum nə qədər sahəni bölə bilərik. Bu hardasa 20 GB-a yaxındır. Mən sizin üçün hal-hazırda 10 GB sahəni ayıracağım. Bunun üçün biz bura 10.240 daxil edirik. Təbii ki, bunu təyin etməyin yolu isə kalkulator, sosanla kalkulator istifadə edə bilərsiniz. 10 GB sahə ayırmaq üçün 1024'ü vururuq ona. 10.240 gördüyünüz kimi daxil etmişəm bura. Və yaxud əgər 15 GB sahə ayırmaq istəyirsinizsə 1024'ü vururuq 15'ə və 15 GB sahə üçün nə qədər həcm lazımdır, bu rəqəmlə vasitəsilə bura qeyd edə bilərsiniz. Bağlayırıq. Və gördüyünüz kimi 10 GB sahə ayırmaq istəyirəm. Daxil etdim bura və Shrink düyməsinə sıxıram. Bir neçə saniyə gözləmə olacaq. Gördüyünüz kimi bir daha etmə yerinə düşərdik ki, C diskini bölməyiniz məsləhət deyil. Çünki bunun içərisində əməliyyat sistemi yerləşir. Təbii ki, əgər siz bunu bölərsəniz, güman edilir ki və gözlənilir ki, əməliyyat sistemində bəzi fayllar itə bilsin və siz kompüterinizi açaraq açılmasın. Problemlə qarşılaşa bilərsiniz. Və yaxud kompüter işlədiyi zaman sizə problemləri göstərə bilər. Onun üçün məsləhət edilmir ki, C diskini böləsiniz. Ancaq digər diskləriniz varsa, təbii ki, onları çox asanlıqla bölə bilərsiniz. Biraz müddət keçdikdən sonra bax, görəcəkmi? Gördüyünüz kimi C diskinin üzərində System Boot Page File Active Crashdown Primary Partition qeyd olunub. Yəni siz bunun əhəmiyyətini də buradan görə bilərsiniz. Gördüyünüz kimi disk bölünmüşdür. Qeyd etdiyim kimi mənim C diskim 40 GB idi. Hal bölündükdən sonra 30 GB C diskində 10 GB isə əlavə ayrılmışdı. Gördüyünüz kimi bu unallocateddir. Yəni yerbəyer olmur. Biz bunu yerbəyer etmək üçün üzərinə gəlirik, sağ düyməni sıxırıq. New Simple Volume qeyd edirik. Qarşımıza çıxan pəncərəni next edirik və olduğu kimi saxlayırıq. Buradan buna
istədiyimiz hərfi təyin edə bilərik. Mən F seçirəm və next deyərək davam edirəm. Gördüyünüz kimi burada do not format this volume format etmə, format et, interface olaraq format et, təbii ki bu default olaraq qalır. Volumelər var. Burada istədiyimizi yaza bilərik və yaxud nümunə üçün yazaq. Info. Firm quick format. Bu seçili olur. Biz bunu seçirik. İstəsəniz fayl və qovluq sıxını da aktiv edə bilərsiniz. Finish deyərək davam edirik. Bir neçə müddət gözlə. Artıq format gedir. Bəli. Gördüyünüz kimi biz diskimizə ad verdik. Gördüyünüz kimi qeyd olunub bura frhd.info hərf vermişdik, qeyd etmişdik bunu F hərfi sayəsi və gördüyünüz kimi qeyd olunmuşdur burada hər biri. Bəli, gördüyünüz kimi artıq bunu çox asanlıqla bölə bildik. İndi isə biz buradan bu disklərin yerindən birləşdirməyə cəhd edək. Bunun üçün biz 10 GB ayırdığımız diskin üzərinə gəlirik. Delete volume seçirik. Göz burada bir xəbərdarlıqla qarşılaşırsınız. Görürsünüz. Şimdi burada deyilir ki siz bu volume'u silirsinizsə, burada siz məlumatlarınızı itirə bilərsiniz və itirəcəksiniz. Biz yes deyə davam edirik. Təbii ki, müstəsir bizim məlumatımız yoxdur. Əgər sizdə məlumatlar varsa, onu əlavə bir external hard diskə köçürə bilərsiniz. Daha sonra isə bunu həyata keçirə bilərsiniz, birləşdirə bilərsiniz. OK deyək, davam edək. Gördüyünüz kimi unallocated oldu yenidən. Sonra isə yenə unallocated olan yəni gəlirik. Görürsünüz, yenidən biz bunu new simple volume edə bilərik. Təbii ki, bizə lazım olan birləşdirməkdir. Birləşdirmək üçün biz unallocated deyil, o biri diskin üzərinə gəlirik. Bizdə bu hal-hazırda C diskidir. Sağ düyməni sıxırıq üzərində extend volume seçirik. Gözün pəncərə. Burada artıq default olaraq bizdə bir disk olduğu üçün bunu qeyd etmişdir. Olduğu kimi buraxırıq və next düyməsinə sıxaraq davam edirik. Finish deyirik və gördüyünüz kimi artıq diskimiz birləşmişdir. Əvvəlincə isə o cürdə olaraq davam etdi. 40 GB C diski gördüyünüz kimi. Görünsüz bunları da öz kompüterinizdə həyata keçirə bilərsiniz. Ümid edirik biz bu dərsimizdə sizlərə bunu izah edə bildik və siz bu disk managementdən bundan sonra rahatlıq istifadə edə biləcəksiniz. Növbəti videolarımızda görüşənə qədər hələlik.